Müsibətə görə anormal hərəkətlər xoşagələndir, bəyəniləndir. Esselamu Aleyküm ve Rahmetullah. Bu filmi tam olarak koyacağım. Mövzuya başlayırıq. Hər nə qədər möhkəm vururlarsa, nə qədər göyərərsə və izi qalarsa, bir o qədər savabı çox olur. Söhbət sinə vurmaqdan gedir. Deyir ki, nə qədər möhkəm vurarsansa, nə qədər izi qalsa, əl izi, savabı çox olar. Bu Quran və sünnətdə belə bir Allahın ayəti və Rasulullahın sünnətində belə bir hədisi varmı ki, dünyasını dəyişmiş insanları cənazəsində möhkəm vurarsansa, iz qalarsa savabdır. Baxaq birdən. Və izi qalarsa, bir o qədər savabı çox olur. Cəza sözü ərəb dilində... Savabı verən Allahdır. Allah o şeyə savab verir ki, onun sözünü əməl eləyərsə bəndə. Onun sözü, Allahın sözü iki yerdədir. Rasulullahın hədislərində, bir də Quran-ı Kərimdə. Quran-ı Kərimdə ayət yoxdur, əlbəttə ki, bir insanın dünyasını dəyişərsə, möhkəm sinəvə vur, izi qalsın, mən sənə savab verəcəm. Əksin olaraq, Allah Subhanahu taala deyir ki, sizə verdiyim hər bir şeyin haqqında sorğu-sual edəcəm. İnsanın özü üçün əmanətdir. Ona bir zədə, xərər gətirmək olmaz. İslam dini budur. Özvə və ətrafa, bəşəriyyətə zərər vermək olmaz. Amma bu şiəlikdə isə, əlbəttə ki, bəzi şiələr ağıllıdırlar. Mən onlarla ünsiyyət qururam, söhbət edirəm. Onlar dedi ki, biz bu şeyi Quran və Peyğəmbərin həyatında görməsək, əsla və əsla qəbul etməliyik. Amma bu insan və bu kimi alimlər, elm tələbələri deyirlər ki, kim nə qədər sinəni möhkəm vursa, orada göyərti qalsa, bunun savabı daha çoxdur. Nəysə, indi gəldik əsas məsələyə. Hər bir anormal hərəkətlər, müsibət zamanı edilən hər hansı anormal hərəkətlər pis şeydir, xoşa gəlməzdir. Yalnız Cəddi İmam Hüseyin əleyhissalama olunan cəza, yəni müsibətə görə anormal hərəkətlər xoşa gələndir, bəyəniləndir. Əsas məsələyə gəlirik. Deməli, gəlməzdir. Yalnız Cəddi İmam Hüseyin əleyhissalama olunan cəza, yəni müsibətə görə anormal hərəkətlər deyir ki, anormal hərəkətlər eləyərsənsə mərasimlərdə, yəni İmam Hüseynin əzadarlığında, il dönəmində anormal hərəkət eləyərsənsə, şir kimi tullanarsan, salto vurarsan, qışqırarsan, zəncil vurarsan, bir dənə İmam Hüseynin əzadarlığında qəbul olunur. Anormal kimi olunan bir əməl, Allah bunu qəbul edir. Bir də qulaq asaq, amma filmi axıra kimi qoyacam. Müsibətə görə anormal hərəkətlər xoşa gələndir, bəyəniləndir. Yəni bu kimi insanların başında əmmamə var, onu götürüb ora təkər qoymaq lazımdır. Yəni Allah Subhanahu taalanın dinini bu kimi kafirlər silmək istəyirlər. Amma kafirlərin xoşuna gəlməsə də Allah Subhanahu taala kafirin əli ilə də belə öz dinini tamamlayacaq. Əzizlərim, bu dində qalmaq Rasulullaha və Əhl-i Beytə və Allaha iftira və şər atmaq deməkdir. Yəni bu dinin, and ola Allaha, bu dinin tələbləri bu deyil. Əksinə olaraq bu din deyir, səbr et, özü vurma, Allahın sənə verdiyi qədərlə razılaş. Bu nə dindir? Siz hansı dindəsiniz? Allah həmd və şükürlər olsun ki, çox şiyələr artıq ayrılıblar ki, biz həqiqətən də bu şiyələrin içində qalaraq anormal hərəkətləri yığışdırmalıyıq, həyatımıza Quran və Peyğəmbərin hədislərini qataraq İslam yaşamalıyıq. Hər bir anormal hərəkətlər, müsibət zamanı edilən hər hansı anormal hərəkətlər pis şeydir, xoşa gəlməzdir. Yalnız Cəddi İmam Hüseyin əleyhissalama olunan cəza, yəni müsibətə görə anormal hərəkətlər xoşa gələndir, bəyəniləndir. Subhanallah. Anormal hərəkətlər müstəhəbdir, ibadətdir. Anormal, insana çatmayan, psixi olacaq hərəkətlər, ağlamalar anormaldır. Ona görə biz şiyələrin Məşədidə
Kərbalayda olacaq anormal hərəkətləri görürük. Palçığa batmaq, donuz kimi xoruldamaq, ilan kimi sürünmək, mən nə bilim və s. özünü zəncirləmək, baş yarıb anormaldır da. Sən demə bu şiəlikdə qəbul etmiş. Sən demə bunu Allah qəbul eləyirmiş. Ağır olsun sizə. Həmd olsun Allaha ki, çox şeylər sizin bu şeylərinizdən uzaqdır. Kanalıma abunə olun. Bu üstə gəlir. Basın ki, bütün həqiqətlər sizə gəlib çata bilsin. Nasılsınız? Salam aleyküm. Ve aleyküm salam Elçin. Necesiniz? Elhamdülillah. Sən necəsən? Ben de yaxşıyam. Teşekkür ederim. Size necə kömək edə bilərəm? Sənə bir dini sual vermək istəyirəm. Əlbəttə, sualınızı buyurun. Cavablandırmağa çalışaram. Anormal nə deməkdir? Anormal sözü normaldan fərqli, gözlənilməz və ya adi vəziyyətdən kənar olan şeyləri təsvir etmək üçün istifadə olunur. Məsələn, bir vəziyyət, davranış və ya hadisə normal qaydalara uyğun deyilsə, ona anormal deyilir. Anormal bir şeyi Allah dini, İslam və Peyğəmbər qəbul eləyir, yoxsa yox? İslam dinində normal və anormal anlayışları müəyyən edən əsas meyarlar dinin təməl prinsiplərinə və Peyğəmbərin sünnəsinə əsaslanır. İslamda insan davranışları, əxlaq və ibadətlər müəyyən qaydalara uyğun olmalıdır. Əgər bir şey İslamın təməl prinsiplərinə ziddirsə, o anormal hesab oluna bilər. Məsələn, ədalətsizlik, yalan danışmaq və ya insanların haqqını pozmaq İslamda qəbul edilməyən davranışlardır. Mən sənin sözü kəsirəm. Sənə bir söz demək istəyirəm. Bir insan dünyası dəyişib və mən əlimlə sinəmə o qədər vururam ki, göyərir, qaralır. Bu anormallıqdır, yoxsa yox? Anladım. Özünüzü pis hiss edirsinizsə, bu ciddi bir məsələdir. Əgər fiziki ağrılarınız və ya digər sağlamlıq problemləriniz varsa, mütləq bir həkimə müraciət etməlisiniz. Əgər bu barədə danışmaq və ya kömək istəsəniz, mən buradayam. Yox. Sən məni başa düşmədin. Mən sənə deyirəm ki, mən belə deyək də, hansısa bir insanın cənazəsində özümü döyürəm. Bu, İslam dini buna icazə verir, yoxsa yox? İslam dinində ölüm zamanı yaxınlarını itirmək çox dərin bir kədər və hüzün yaşanır. Lakin İslam insanın özünü zərər verməsinə və ya özünə vurmasına icazə vermir. İslamda təmkinli olmaq, səbirli davranmaq və Allahın... Mən səni başa düşdüm, üzürlü sahib. Mən səni başa düşdüm. Bu anormallıqdır, yoxsa yox? Özünü döymək anormallıqdır, yoxsa yox? Bəli, İslamda özünə zərər vermək və ya özünə vurmaq qadağandır və bu qəbul edilməz. İslam insanın özünə hörmət etməsini, səbirli olmasını və Allahın verdiyi hər şeyə şükür etməsini... Mən sənə təşəkkür edirəm. Mən sənə təşəkkür edirəm. Çox sağ ol. Siz təşəkkür edirəm. Özünüzü yaxşı hiss etmirsinizsə, Siz, yəni, dininizi bu robotlardan öyrənsəz yaxşıdır. Bu əmmaməli olacaq. Bu kimi saxta olacaq insanlardan din öyrənib Allahdan uzaqlaşacaqsınız. Dinimizi bu kimi saxtalardansa normal olan, anormal olan bu din xadimlərindənsə normal olan robotlarından öyrənsəz daha yaxşı olar. Rəhmətli Fazil Lənkərani ağa, Ayətullah Uzma Fazil Lənkərani ağanın istifadatına baxsaz, ağadan soruşurlar ki, sinəzən döyməyin barəsində, sinə vurmağın barəsində nəzəriniz nədir? Ağa buyurur ki, sinəzən deyib döş döymək müstəhəb bir əməldir və hər nə qədər möhkəm vururlarsa, nə qədər göyərərsə və izi qalarsa, bir o qədər savabı çox olur. Cəzə sözü ərəb dilində səbr sözünün əksidir. Deyirlər, məsələn, filan kəsə müsibət üz verdi, səbr elədi. Filan kəsə müsibət üz verdi, cəzə elədi. Yəni, səbirsizliyi göstərib anormal hərəkətlər elədi. İmam əleyhissalam buyurur ki, hər bir anormal hərəkətlər, müsibət zamanı edilən hər hansı anormal hərəkətlər pis şeydir, xoşa gəlməzdir. Yalnız Cəddi İmam Hüseyin əleyhissalama olunan cəzə, yəni müsibətə görə anormal hərəkətlər xoşa gələndir, bəyəniləndir. Müsibətə görə anormal hərəkətlər xoşa gələndir, bəyəniləndir.